Nə var evinizdə sizə köhnə Ağdamdan bax bugün bu evə gətirdiyiniz? Elə gəlin buradan başlayaq söhbətimizə. Bu xalçalar da köhnədir, mənim yadımdadır. Bunlar hamısı bizim evlərimizdə istifadə olunurdu. Bizim ev yandı, pajarlılar gəldi, amma keçirə bilmədilər. Böyük qız bir çamadan dokument, bir də belə kitabçamız, dədəmin şəkilləri, müəyyən şeylər, belə onları çıxartmışdı. Həmin sənədlərin içində bir dənə mən sizə göstərəcəyəm. Bu Ağdam şəhərinin, orada abonentlərin siyahısıdır, burada telefon kitabçası. Bəli, bir telefon kitabçasıdır. Bu qalıb bizim sənədlərlə gəlibdir. Qızım çıxartmışdı sənəd. Bəli. Ağdam rayon rabitə qovşağı, şəhər və kənd telefon abonentlərinin məlumat kitabçası. Bəli. Hamının nömrəsi var. Hamının nömrəsi var, bəli. Bütün həm müəssisələrin, həm də sakinlərin nömrəsi var. Bütün rayon üzrə hamının nömrəsi var. Bundan bütün evlərdə var idi, yeri gəlmişkən, bizdə də var idi. Burada bizim telefon nömrəmiz də var. İndi axtarıb vaxt itirmək istəmirəm. 55596 nömrəsi var idi bizim evimizdəki telefonun, anamın adındaydı. Bu da belə bir dənədir. Bizdə də belə idi ki, mən məktəb direktoru, mən heç nə çıxarda bilməzdim. Yəni, bir əşya çıxartsaq, onda kənd hamısı deyərdi, deməli, Tünzalə müəllimə köçürsə, deməli, nəsə var, heç nə. Ona görə biz gəldik, gələndən sonra doğrudan mən çox bekafladım, müəyyən şeylərim var idi. Bacım mənə hədiyyə elədi müəyyən şeyləri. Böyük bacım var idi, çox səliqəli, çox qabiliyyətli. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bütün bu əşyalar hamısı 60-cı illərindir. O öz kolleksiyasından, həmin o, belə deyək də, nənə dilimizdən, sandıq içindən, öz sandığından bunları mənə hədiyyə eləyib. Bu örtüklər. Bu örtüklər, bəli. 60-cı illərində, bəli. Onlar, bəli, 60-cı illərin örtükləridir. Çox gözəl. Hə, çox nəfis, hə. Səadət xanım, mənim yadımdadır ki, anam belə şeyləri sandığa yığanda, bir dəfə sandığı tökəndə, həmin qatdan qatlamırdı. Ayrı bir qat eləyirdi ki, parçanı qat kəsməsin. Heylə qadınları idi. Nə maraqlı. Hə, ayrı qatdan həmişə heylə eləyirdi ki, o bir qat parçanı kəsməsin. Heylə qadınları idi. Qoy bir bunların rənginə, bunların bir... Bəli. Bunlar Çin ipəkləridir. Bəli, Çin ipəkləridir. 60-cı illərin... Qalın Çin ipəkləri. Bəli, Çin ipəkləridir bunlar, bəli. Çin ipəkləridir. Uşağı idim, mənim yadımdadır o vaxt belə şeylər. Düz deyil, mən 60-cı illərdə yox idim, amma bunlar var idi. Mən öz evimizdə bunları görmüşəm. Bu ümumiyyətlə, bu lap qalındır, qobelin qalındır, bəli. Hilətlər. Mən xahiş edirəm bizim operatorumuzdan yaxından göstərsin. 60-cı illərin örtükləri. Bəli. Bunlar elə toxunurdu ki, əslində İki üzü də istifadəyə yararlıdır. Bəli, ikisi də yararlıdır. Bunun da rəngləri, bunun da ornamentləri, naxışları çox gözəldir. Çox düzdür. Amma təbii ki, əsas bu, biz uşaq olanda bordo filan deməzdilər. Buna zoğal rəngi deyərdilər. Zoğalı. İndi siz dünya görmüş adamsınız, buna zoğal rəng deyərdilər. Bəli. Çox gözəldir. Bu da, rəngləri də, naxışları da çox gözəldir. Mən sizin evinizdəki bu antik ruha heyran oldum. Həqiqətən də bunlar hamısı antik əşyalardır. Xalçalar da, tikmələr də, bu örtüklər də və bir də bu telefon kitabçası. Bu telefon kitabçası o qədər qiymətli bir keçmişdir ki. Bütün küçələrin adı, hamısı. Bütün küçələrin, bütün insanların adı var burada. Oturub bir dəfə belə hövsələn və vaxtın ola oxuyasan, bütün Ağdam bunun içindədir. Və yəqin ki, onun böyük bir hissəsi dünyasını dəyişir. O vaxt ki, ev sahiblərinin adıdır. Allah hamısına rəhmət eləsin. Və bugün bu yenidən qurulan bu şəhərə, bu gözəl evlərə qayıda bilməyən sakinlərin hamısı ruhları şaddır. Ruhları şad olsun. Hamısına rəhmət eləsin. Ruhları şad olsun. Çox düzdür Səadət xanım. Gözəl günlərdə görüşək həmişə. İnşallah. Allah sizə can sağlığı versin. Çox sağ olun. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Belə bax, bu möhtəşəm ənənələrin daşıyıcısı olduğunuza görə. Çox sağ olun. Çox sağ olun Səadət xanım. Təşəkkür edirəm sizə
komandamıza. Çox sağ olun. Təşəkkürlər. Həmişə yaddaşlarda olasınız.